بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا محمد وعلى آله وصحبه أجمعين أما بعد. Və bizlər təbriklərə qoşularaq qardaşımızı təbrik edir və Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin etdiyi dua ilə dua edirik. Barakallahu lək və barak aleyh və cəma beynəkumə fi xeyr. Yəni Allah Teala bu izdivacı xeyirli, bərəkətli etsin. Allah Teala bu evliliyi Allahın razılığına aparan bir yol etsin. Və Allah Teala bu evlilikdə nə kimi xeyirlər varsa hamısı qardaşımız üçün yazsın. Və həmçinin Allah Teala'dan istəyirik, Allah Teala qardaşımıza Allahı sevən, Allaha itaətdə böyüyən zürriyyət bəxş eləsin. Və bildiyimiz kimi, yəni evlilik, yəni Allah Teala'nın bütün insanlığa bəxş elədiyi böyük nimətlərdən biri sayılır. Və nimətin də haqqı nədir? Nimətin də haqqı onu şükürlə qarşılamaqdır. Yəni Allah Teala'nın bizə bəxş etdiyi hər bir nimətə qarşı üzərimizə düşən vacib o niməti şükürlə qarşılamaqdır. Necə ki Allah Teala buyurur: "La'in şəkartum la'azidənnakum və la'in kəfartum inna azabi leşədid." Əgər siz şükr etsəniz, mən sizə olan nimətimi artırıram. Əgər küfr etsəniz, nankörlük etsəniz, əzabım da bir o qədər şiddətlidir. Demək, evlilik nimətdirsə, onu şükürlə qarşılamaq necə olur? Elə onun bünövrəsini, təməlini, əsasını Allah Teala'nın razı qaldığı şəkildə günahlardan uzaq olaraq, içki kimi digər günahlardan uzaq tutaraq yerinə yetirməkdir. Əgər biz istəyiriksə, yəni bu evlilik xeyirli olsun, bərəkətli olsun və orada hüzur olsun, səadət olsun və bu bünövrəsi xeyir üzərində qurulmalıdır. Necə ola bilər ki, məsələn, bəzi toylarda və yaxud bir çox toylarda haram badələr qaldırılır və orada sağlıq deyilir və yaxud deyilir ki, Allah xoşbəxt edəsin, bərəkət olsun. Yəni haramla bərəkət necə bir araya gəlsin? Necə ki odla su bir araya gəlmədiyi kimi, haramla da bərəkət bir araya gəlir. Və həmçində burada da bunun bünövrəsi xeyir üzərində olmalıdır ki, o ailədə sevinç, hüzur, yəni səadət olsun. Ümumiyyətlə, yəni bizim şükür deyildiyi zaman ən böyük şükür, yəni ibadətlə olur. Yəni Allah Teala'nın əmrlərini boyun əymək və həmçinin qadağalarından çəkinməklə olur. Allah Teala heç bir şeyi əbəs yerə, boş yerə yaratmır. Necə ki Allah Teala Quranda buyurur: "Və mə xalaqnas səmaa vəl-arda və mə beynəhumə batilə." Biz göyü, yeri və arasında olanları boş yerə yaratmadıq. Zəlikə zannul-ləzīnə kəfəru, bu küfr edənlərin zənnidir. Əgər bir insan desə ki, Allah yaradıb da dağları, göyləri, yerləri elə belə yaradıb, artıq o insan bu sözü ilə yəni küfr etmiş olur. Niyə? Çünki hikmət sahibi olan Allahın hikmətinə ləkə yaxmış olur, təyin etmiş olur. Necə ki, adi bu çəngəli düzəldən bir insana desən ki, sən bunu elə belə boş yeri düzəldirsən, görəsən xoşuna gəlməyəcək. Sən məni ələ salırsan, mən bu boyda bunun üzərində işləmişəm, elə boş yerə. Deməli, bunun düzəldilməsində belə boş yer yoxdur. Yəni, bu hikmət var. Yəni, bu nəyəsə yemək üçündür, yəni nəyəsə götürmək üçündür. Əgər bu kəngəl boş yerə düzəldilmirsə, yəni Allah Teala'nın hörmətləndirdiyi məxluq olan insan, yəni boş yerə yaradılarmı? Əlbəttə ki, yox. Ona görə Allah Teala buyurur, Müminun surəsində: "Əfəhəsibtum ənəmə xalaqnakum abətən və ənəkum ileynə la turcaun." Yəni siz elə güman edirsiniz ki, biz sizi əbəs yerə yaratmışıq və bizə qayıtmayacağınızı mı güman edirsiniz? Fətəaləllahul məlikul haqq. Məlik olan, haqq olan Allah Teala bundan ucadır, uzaqdır, münezzəhdir. Yəni Allah Teala heç bir şeyi əbəs yerə, boş yerə yaratmır və eləcə də hörmətləndirdiyi məxluq olan, yəni insanı. Əgər insan yarandıqdan sonra bu hədəfi doğrultmağa çalışarsa, sözsüz ki, ucalacaq. Və bu dünyada fikir versəniz, yəni hər bir insan kimliyindən asılı olmayaraq, hər bir insan bu dünyada xoşbəxtlik, səadət, hüzur arzuluyur. Və istəyir ki, bu dünyada xoşbəxt olsun. Kimliyindən asılı olmayaraq, yaxşı insan, pis insan, müsəlman və həmçinin qeyri-müsəlman. Desən ki, soruşsan ki, bu dünyada nə istəyirsən, deyəcək ki, mən xoşbəxtlik istəyirəm.
Amma insanlar xoşbəxtliyi müxtəlif yerlərdə axtarırlar. Və kimisi deyir ki, mənə elə gəlir ki, xoşbəxtlik mal dövlətdədir. Başqa birisi isə deyir ki, mənə elə gəlir ki, xoşbəxtlik vəzifədədir. Əgər prokurordan, müstəntiqdən olsan xoşbəxt olaram. Amma başqa birisi isə deyir ki, mənə elə gəlir ki, xoşbəxtlik keyf damaq içərisində olmaqda, əylənməkdədir. Amma mömin insan isə xoşbəxtliyi, səadət harda axtarır? Allaha qul olmaqda, onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinməkdə. Necə ki, Allah Teala buyurur: وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا. Kim mənim zikrimdən uzaq olarsa, məni yad etməkdən, Quranda olanlardan uzaq olarsa, onun güzaranı, yaşayışı sıxıntı içərisində olar. Yəni, insan dünyada ən bahalı yeməkləri yesin və ən bahalı paltarları geyinsin və hətta villada, qəsirdə yaşasın, yəni insan xoşbəxt ola bilməz, nə qədər ki, Allahın əmrindən uzaqdır və qadağalarını tərk eləmir. Və artıq buradan bəlli olur ki, insanların arzusunda olduğu xoşbəxtlik, o səadət Allaha qulluq etməklə, onun əmirlərini boyun eyməklə və qadağalarından çəkinməklə olur. Və həmçində ailə həyatında da ən birinci amil itaət. Ailə həyatında itaət bərqərar olarsa, o evdə hüzur, səadət var. Və ikinci, yenə də Allah Teala haqlar buyurub və o haqlara da riayət olunmalıdır ki, yenə ailədə o xoşbəxtliyin, hüzurun əldə olunması üçün. Allah Teala Quranda buyurur ki, وَعَاشِرُهُنَّ بِالْمَعْرُوفِ. Yəni, siz onlarla gözəl şəkildə davranın, yəni qadınlarla. Gözəl şəkildə davranın. Yəni, əmr edir. Əmr də vacibliyi bildirir. Əgər bir insan gözəl şəkildə davranmazsa, günah daşıyır, günah qazanır. Və alimlər də buyurur ki, gözəl davranış ilk növbədə hardan başlayır? Qəlbdən başlayır. Yəni, arvad da, kişi də bir-birlərinə qarşı niyyətləri gözəl olmalıdır. Bir-birlərinə qarşı gözəl niyyət saxlamalıdırlar qəlblərində. Çünki əsas olan qəlbdir. Peyğəmbərimiz s.ə.v buyurur ki, İnnə fil cəsəli mulğa, İdə saləhət saləhəl cəsəli kullu. Bədəndə bir ət parçası vardır. O sağlam olarsa bütün bədən sağlam olar. O körlanarsa bütün bədən körlanar. Bilin və agah olun ki, o da qəlbdir. Və buna görə də alimlər buyurur ki, əgər evdə söz-söhbət ortaya çıxarsa, problem yaranarsa, bir baxın o söz-söhbətdən əvvəl qəlbinizi yoxlayın. Və görəcəksiniz ki, qəlb dəyişi var. Bir-birlərinizə qarşı qəlb dəyişir və ona görə də o xoşa gəlməyən sözlər dildə ortaya çıxır. Və sonra insanın əməlində ortaya çıxır. Səbəb nədir? Əsas səbəb qəlbdə problemi yaranmasıdır. Və bundan sonra yenə sözsüz ki, dil olmalı, insan dili ilə də gözəl şəkildə davranmalı, çağırarkən, iş buyurarkən və yaxud da hər hansı bir qadın səhvə, xataya yol verdiyi zaman, yəni kişi yoldaşın gözəl şəkildə çağırmalıdır, xitab edərkən, yəni məsələ adları ilə, istehza adları ilə çağırmamalıdır. Həmçində qadınla kişini istehza adlarına çağırmamalıdır. Yaxud da hər hansı bir ləqəb ilə, bəzən görsən keçəl deyir, məsələn qadın öz yoldaş keçəl, bura gəl. Yəni belə ləqəblərlə çağırmaq o arada olan sevgi bağlarının qırılmasına səbəbdir. Və həmçinin ikinci iş buyurarkən gözəl şəkildə olmalı ki, qadın elə bilməsin ki, o ərinin önündə bir nökərdir. Və üçüncü isə hər hansı bir səhvi xatanı anladarkən olmalıdır. Yəni, qadın hər hansı bir səhvə yol veribsə, yəni birbaşa onun üzərində hücum çəkmə. Yəni, ona xata nöqtəsini birinci başa sal, xatanı başa düşdükdən sonra, səhvi başa düşdükdən sonra istəsən bağışlayarsan və istəsən danlayarsan. Niyə? Çünki sən onun səhvini başa salmadan, onun üzərinə hücum çəksən və o elə hesab edəcək ki, o ərinin evində məzlumdur, zülm olunan, haqqı tapdanan bir kimsədir. Və üçüncü də əməldir. Deməli, birinci qəlb, ikinci dil və üçüncü isə əməllə gözəl şəkildə rəftar etməli
Ve buradan da Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur ki hayrukum li ehli ve ana hayrukum li ehli. Ve sizin hayırlınız ailesi için hayırlı olandır. Ve ben de sizin içerinizde öz ailem için en hayırlı olan kimseyim. Artık buradan ortaya çıkır ki yani bir kişi hayırlıysa ilk növbədə öz ailesi için hayırlı olmalıdır. Hayırlı kişi öz ailesi için hayırlı olmalı. Eğer bir insan, bir kişi öz ailesi için hayırlı değilse başkaları için hayırlı olabilmez. Demek hayırlı insan ilk növbədə öz ailesi için hayırlı olmalı. Ama bazı insanlar ise yoldaşlarıyla, dostlarıyla danışır, gülür ve onlarla güzel şekilde raftar edir. Ama eve gelende ise elə bil ki eve polis gelir. Evde hoşa gelmez ab-hava yaranır. Ama bilmir ki öz ailesi o nevazişe, o səxavətə, güzel raftara başkalarından daha layıqdır. Ve hemçinin burada bilinmesi mühim olan meselelerden yine Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur ki la yekrah mu'minun mu'mina, yani bir mümin kişi mümin kadına, hayat yoldaşına tamamıyla nifret eləməz. Bütövlükle nifret eləməz. Niye? İzâ kerihe minhâ huluqan radiye minhâ huluqan âxar. Yani bir ahlakından hoşu gelmediği zaman diğer ahlakından hoşu gelir. Eğer görsen ki nasıl bir ahlakında problem var, sen onun diğer yaxşı işlerini hatırlar, senin paltarını yuyur, uşaqlarına baxır ve diğer işleri görür. Niye? Çünkü ideal qadın yoktur. İdeal yani her tərəfli, naqis olmayan, naqislikten uzak, heç kişi yoksa, kişiler azdırsa, qadınlar necə? Demek bunları bilinmek onu bildirir ki, yani hayat güzəştə getməklə devam edir. Ama insanlar müxtəlifdir. Yani bu meselede elə insanlar var ki, qadınla tam şekilde sert davranır. Ama eləsi de var ki, tam şekilde qadını bırakır, ipini açık bırakır. Bu da olmaz, bu da olmaz. Orta yol olmalı. Yani şeriatın tələb ettiği şekilde olmalı. Mesela kişi var ki, deyir ki, qadını sındırmaq lazım. Qadını sındırmaq lazım. Qadın nədir? Başını qaldırdı. Biz ata-babadan belə görmüşük. Kişilik belə tələb edir. Ama eləsi də var ki, qadının nə istəyir, istədiklərini hamısı həyata keçirir. Bu da düzgün deyil. Deməli, kişiliğin tələb etdiyi şəkildə də olmaz, ağlın tələb etdiyi, diktə elədiyi konuda olmaz, ancaq şəriətin tələb etdiyi şəkildə olmalı. Ki, insan həm savab qazansın və həmçinin o ailədə sevinç, hüzur, səadət, yəni bərqərar olsun. Yəni bu tövsiyələr yani bizim cibimizden çıkarmırıq, Kur'an'da keçir ve həmçinin Peygamber sallallahu aleyhi ve sellemin hadislerinde keçir ki, yani o aile mehriban olsun. Eğer Allah Teala Kur'an'da öz kelamında buna yer ayırırsa, bu neyi bildirir? Yani Allah Teala'nın erlə arvadın mehriban olmasını istemesine davet edir. Yani Allah Teala istiyor ki bunlar mehriban olsun, o evde problem olmasın ve ona göre öz kitabında buna yer ayırır. Böyle bakanda problemsiz aile yoktur. Her bir ailede var. Ama o insanlar ki problemi örtür. Yani er-arvad problemi öz aralarında çözmeye çalışırlar. Onu çöle çıkartmırlar, onların hayatı devam ediyor. Ve o insanlar ki balaca bir problem olan kimi, kaynata, kaynana veya ata-anaya veya diğer yere çıkardırlarsa problemi, görürsen ki onlarınki çok çekmiyor. Ve tezlikle kırılır. Ve boşanmalar ve hoşa gelmez hadiseler başlayır. Yani ona göre bu tövsiyeler ona göredir ki, yani ailede huzurun, saadetin bərqərar olması için. Bence yani hadisler onu bildirir ki, ideal qadın yoktur. Olabilir qadın güzel olsun, itaat eden olsun. Ama olabilir ki yemeğe yaxşı pişirmir. Yemeğe yaxşı pişirmir. Olabilir ki qadın yemeği yaxşı pişirsin, güzel olsa ama dili zəhər olsun. Yani ister istemez ne olacak? Müəyyən tərəfdən naqislik çıxacaq. Və buna görə də sənin üzərində düşən nədir? Yola vermək, güzəştə getmək. Əgər güzəştə getmədinsə, sındıracaqsan və necə hədisdə gəlir onu sındırmaq da onun boşanmasıdır. Artıq ailənin
Dağılmaz. Çünki qadın bir əyri qabırğadan yaranır. Əgər ondan faydalanırsan, onda əyri qalacaq. Yox, o əyri qabırğanı düzəltmək istəsən, sınacaq. Yəni, sınmaq da nədir? Artıq boşanmasıdır. Birisi şeyhlərdən birinə məktub yazır. Deyir ki, mən evlənmək istəyirəm. Evlənmək istəyirəm, amma deyir, evlənəcəyim qadın bu filan sifətlər olsun, gözəl olsun, elmi olsun, ibadət edən olsun və digər keyfiyyətləri orada zikr edir. Və şeyh məktubu alır və deyir ki, əmmə bə'd, siz məktubunuzu aldım, amma bu istədiyiniz qadını cənnətdə qılabilirsiniz. Yəni, bu dünyada o keyfiyyətləri tam şəkildə özündə əhatə edən yoxdur, yox. Və bu da nəyi bildirir? Deməli, nə vaxt ki, insan güzəşdə gedir. Biləndə ki, insan naqisdir, onda güzəşdə gedir. Və güzəşdə gedir, yola verir, ailə davam edir. Amma kim güzəşdə getmir, onlarınki artıq qırılır və problemlər üzə çıxır. Və ona görə bu tövsiyələr Quranda keçir, hədislərdə keçir ki, vallahi əgər biz bunlara riayət edəsək, yəni ailə həyatı bəlkə 180 dərəcə yaxşıya doğru dəyişəcək. Niyə problemlər yaşanır? Problemlər ona görə yaşanır ki, yəni artıq qadındır, kişidir, ər-arvadlıq evinə qədəm qoyur, amma onlarda heç biri bilmir ki, kişinin arvad üzərində nə kimi haqları var, arvadın kişi üzərində kimi haqları var. Bilinmir və bilmədiyinə görə hər kəs özünün istədiyi kimi davranır. Deyir, mənim qızım qıdıqdır, belə olmalı. O da deyir ki, bəli. Sən Allah həyat davam edər. Və ya davam edəsə də orada xoşbəxtlik olmur, orada hüzur olmur, orada saadət olmur. Və çox uzatmaq istəyirəm, Allah Teala'dan istəyirəm ki, Allah Teala qardaşınızı, yəni ailəsinə birgə, həm dünya həyatının saadətinə və həmçinin axirətin xoşbəxtliyinə, saadətinə qovuşursun. Və Allah Teala ona göz bəbəyi olan, onları görərkən sevinç əldə edərək bir evlatlar nəsib eləsin. Allah Teala xalqımızı hidayət etsin, tövbədə yönəlsin, şirkdən qorusun və hidayətdə olanları da sabit edəsin. Allah razı olsun. Selamun aleyküm. İxlasla.com saytı tərəfindən təqdim olundu.